Sevgililər küsəndə ilk mesajı kim yazmalıdır? Siz necə? Hansı çox tərəf istəyirsə bir-birlərini o tərəf yazır. Yəni oğlan əgər qızı çox istəyirsə, ən birinci oğlan yazır. Amma belə baxanda oğlan yazır qıza. Sevgililər küsübsə birinci mesajı kim yazmalıdır? Səhv olan təbii ki də. Səhv olan əgər bir-birlərindən küsüblərsə, səhv olan tərəf addım atmalıdır. Bu bəy də ola bilər, qadın da ola bilər. Sevgililər dalaşıbsa birinci addımı kim atmalıdır? Təbii ki, sevən atmalıdır. Ya da səhv olan mən deyə bilmərəm ki, oğlan atmalıdır ya qız atmalıdır. O duruma görə dəyişir. Çünki səhv kimdədirsə, əgər sevirsənsə, qarşındakını itirmək istəmirsənsə ki, insan sevdiyinə qıymaz. Məncə qıymaz, mən qıymaram. Ki elə birini seçməlisən ki, o da sənə qıymasın. Yəni kimdə səhv varsa, kim əgər onu itirmək istəmirsənsə, onu itirəcək qədər böyük bir şey deyilsə, ilk o yaxınlaşmalıdır. İlk o nəsə addım atmalıdır. Çünki sevgi zaten qarşılıqlı çabadır. Bir nəfər ögə çaba göstərsə, o sevgi deyil, artıq o bir yükdür. Yəni nə qədər sevirsənsə sev də artıq elə bir yerdən getməli olursan. Qızların havasında elədir ki, hər zaman addımı oğlandan gözləyirlər. Yəni hal-hazırdakı dövrümüzdə təəssüf ki, elə oğlanlar çox azalıbdır. İlk addımı qadınlardan gözləyirlər.